Prezident Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələndə əhali kasıb idi, gəlirlər az idi, hələ neft müqaviləsindən pullar gəlmirdi. Heydər Əliyev, baxın, xatırlayırsınız, Bakının mərkəzində az qala insanlar belə də yeşik taxtasından putkalar düzəldirdi, çayxanalar açırdı filan. Hələ başını bir cür saxlayır, biri tum satırdı, biri bakuş xatırlayırsınız, bakuş satırdı və başqa yolu yox idi. Çünki insanların gəlir yeri yox idi deyə insanlar hələ bir yanda bir... Amma indi bir... Şəhərdən təmizləyiblər bu adamı. Şəhər gözəldir, insanlar amma... İnsanlar yoxdur. Yəni bu baxın, mən demirəm, əvvəlki kimi palatkalar, çadırlar qurulsun və amma var da imkan. Baxın, şəhərin mərkəzində ayı 30 minə, 50 minə necə arenda ola bilərsiniz? 50 minə arenda. Sən bu yetim, baxın, məsələn Nizami küçəsi dediyimiz, və digər Nərimanovu götürün, digər mərkəzi 15 min, 20 min, 30 min aylıq arenda, balaca işte o nə qədər pul qoymalıdır ki? Kafenin bir balaca qabını 9 manata verirlər. 9 manat. Yəni Avropada o qiymət, xatırlayırsınız o şey yazmışdı, bu Vilayət Quliyev. Bəli. Bizim Vilayət Quliyev dözmədi, yazdı, dedi qardaş, mən səfir işləmişəm Avropada. Buranın bir çayının qiymətdə mən orada səhər yeməyi yiyirdim. Yəni, onu da qınam, o da bir təbii ki bizdən çıxar. Və mən sizə sual verirəm, o ay 30 minə, 50 minə, 40 minə götürülən arendalar var, o yerlər kimindir? Sizindir, mənimdir, müəllimindir, həkimindir, orta statistik Azərbaycan kimindir? Hamısı bunlarındır, bax. Mümkün deyil, sənin şəhərin mərkəzində 200 kvadrat metrlik yerin ola, sən də onu 40 min, 50 minə arenda evi. Sənin deyil, o oliqarxlarındır. Onlar da qiyməti də onlar müəyyən edir. Evlərin qiymətini də necə ola bilər? Eyni ev Gəncədə də tikilir, eyni betonla, eyni daşla, eyni kvadratla, Bakıda da tikilir. Gəncədəki evin qiyməti Bakıdakından 3 dəfə ucuz olur. Necə olur o? Yəni, əgər işlənilən ləvazimat, demək ki, uydurma, şişirtmə qiymətlərdir də bunlar. Beləcə kim istəyir, hansı qiymət istəyir qoyur, deyir o altda qalanın canı çıxsın. Cəmiyyət əziyyət çəkir bundan. Yeməyimiz də, içməyimiz də, istirahətimiz də, hər şeyimiz onların qurduğu. O əsəbi keçirsən, söhbət o. Sən evləyəcəyik, getməyəcəyik, almayacağıq. Sən beləsin, gedirsən, amma adam bizi içindən yana axaq, qardaş bunun qiyməti budur. Başa düşdüm də, bax 1 manat bunun maya dəyəridir. 1 manat sən xeyirvi qoy, 1 manat da lap qudurğanlıq pulu qoy, 3 manatda 1 manatlıq şeyi 5 manata mənə niyə satırsan? Xeyr, rəhmətliyin ol. Adam o burnu, o əsəbdən yedi içdiyini də bilmir. O istirahətini də bilmir ki, beynində hesablayır ki, mən burada bir günə qaldığım, verdiyim 220 manata nə qədər iş görərdim, nə qədər kommunal verərdim, evə nə qədər bazarlıq elə. Yəni, bu insanlar qoyun biraz rahat olsun da. Ya başa düşdüm, oliqarxlar üçün dünyanın hər yerində var. Məsəl üçün deyək də, o təyyarəyə minmişsiniz. VIP-lər var, biznes klasslar var. Təyyarəni qoydum qura, bizim dəmir yollarında var. Bəli, deyirlər, neçə manatlıqdır. Deyirəm ki, bax, mən keçən o aşağı, bir var aşağı klas, orta klas, bir də lap VIP. Biz aşağı klasda yer tapmadıq. Elə bilin ki, orta aldıq. Orada da bir 30-40 nəfər oturdu. Mən çağırdım orada işləyən. Dedim, bax, bununla o fərqi nədir? Bir yuxarı ilə, bir aşağının. Dedi, valla, bir aşağı ilə heç bir fərqi yoxdur. Yəni, burada prost adamların sayazdı. Dedim, yaxşı, bu indi 30 manat idi. O birisi 80 olmalı səfət. 110 manatdır nədir? Buradan qazağa 110 manat. Buradan cəmaat poşa uçuna 110 manata. Dedim ki, onun nədir? Deyir, işte orada kreslo biraz sağa sola fırran. Bəsdirin, görməmiş olmaz adam. Ona da vagonun yarısında ona sərf ediblər. Yəni, var, dünyanın hər yerində var. Kimin pulu varsa, məsələn, istəmir də məndən fakirlə, məsəl üçün bir yerdə otursun, ünsiyyət qursun, ona 3-5 dənə şey. Amma bir adi insanlar üçün də yaşayış yeri var. Bizdə ancaq o luxury deyirlər, luxury. Hər şey luxury hesablanıb. Baxın, restoranlar da oldu, otellər də oldu, dükanlar da oldu, filan da oldu. Ay, qardaş, nə olub biz? Hamımız milyoner deyil. Bura Birləşmiş Ərəb Əmirliyi deyil, Səudiyyə Ərəbistan deyil, Küveyt deyil. Bura Azərbaycandır. Kişilərinin 65%-nin, 45%-nin 65 yaşa çatmadığı bir ölkədir bura. Uşaq ölümlərinin sayına baxın, görün nə qədərdir.